Allahla münasibətiniz necədir? Yaxşıdır, bilirsiniz, maraqlıdır ki, mən hər şeydə, hər yerdə olmuşam. Məkkədə, Mədinədə, Kərbəlada olmuşam. İmam Əli, İmam Hüseyin miçetlərində ziyarət eləmişəm. Məşkətdə, İrusəlimdə, Əl-Əqs miçetində olmuşam. Mən inanmıram ki, məni o dünyada hansısa kimsə gözləyir, saqqallı, ya perilər mənim üçün oynayacaq. Mən buna inanmıram. Mən fikirləşirəm ki, mən agnostikam. Əgər Allah vardırsa, insan onun məqsədləri, insan onu heç vaxt başa düşməyəcək. Mən dinçi deyirəm, heç vaxt da olmamışam. Zarafatla həmişə deyirdim, bunu da soruşurdular. Deyirdim, cəhənnəmə daha yaxşı kampaniya var. Hamısı gözəl qadınlar cəhənnəmlikdir. Heç olmasa fikirlərinə görə də. Hamısı ağıllı kişilər də cəhənnəmlik, təbii. Amma bu özü də zarafatdır. Təbii ki, insan özü seçmir axı. İnsan özü seçmir. Sən hara düşəcəksən, cəhənnəmə ya cənnətə. Bunu yalnız Allah bilir.